Hər birinizi salamlayıram. Kanalımın yeni videosuna xoş gəlmisiniz. Bugünkü videomuzun mövzusu həm hal-hazırda aktualdır, həm də Instagramda hekayə bölməsində paylaşmışdım, sual vermişdim. Nə qədər insan mənə bununla bağlı video çəkməyimi istədi. Mən də dedim, niyə də yox? Əlbəttə ki, çəkərəm. Deməli, bugünkü mövzumuz Formula 1 haqqındadır. Əlbəttə mən deyə bilmərəm ki, Formula 1-də hər birinizə ayrı-ayrıcalıqda hansı suallar düşəcək və s. Amma sualların tərzini, verilmə ardıcıllığını və yaxud da ən önəmlisi, bədən dilinizi necə idarə etməlisiniz, bununla bağlı danışacağam. Keçdik videomuza. Əvvəla onu deyim ki, məsələn, çox insan yazmışdı ki, mənə hələ mesaj gəlməyib, mənə hələ dəvət gəlməyib və s. Mən orada soruşdum, dedilər ki, müsahibə və mesaj göndərmə müddəti hələ 1 ay davam edəcək. Düşünürəm ki, bu 1 ay ərzində hər kəs çağırılacaq. Çünki əsas qəbul olunub-olunmamaq müsahibədə bilinir. Yəni çağırış SMS-i hamıya gəlməlidir. SMS bu arada nömrənizə gəlir. SMS vasitəsilə sizə bir link göndərirlər və siz o linkdən keçdiyiniz zaman müsahibə tarixləri var orada. Özünüzə uyğun bir tarix və saatı seçirsiniz. Deməli, mənim müsahibəm necə keçdi? İlk öncə onu deyim. Getdim, orada bildiyiniz çox sıra var idi. Yəni həmin gün ərzində gələn uşaqlar səhər, günorta və axşam olaraq oradaydılar. Mən getmişdim günorta hissəsinə saat 3-də və bir qədər gözlədim, yəni oturub gözlədim. Birinci sizi təsdiq edən bir belə deyim, kompüterdən keçirsiniz. Sizdən soruşurlar ki, adınız, soyadınız, yaşayış yeriniz və s. Qeydiyyatdan keçəndə nə yazmışdınızsa, hamısını soruşurlar. Deməli, bir müsahibə götürən gəlir ardıca, təsadüfi bir şəkildə gəlir onlar. Yəqin ki, 10 nəfərə yaxın müsahibə götürən olar. Mən hamısını tam görmədim. Gəlirlər və orada uşaqların sırayla ad ardıcıllığı var. Bir-bir deyirlər, məsələn, filan kəs kimə düşdü yəni. Amma onu deyim ki, bütün müsahibə götürənlər gülər üzlü, xoş qarşılayırdılar uşaqları. Elə orada da birinci salamlaşanda da gülər üzlə aparırdılar müsahibə olunan yerə. Müsahibə olunan yer böyük bir zaldır. Zal belə divarlarla, yəni stendlərlə ayrılıb bir-birindən 2 nəfər olur bir müsahibədə. Siz və sizdən müsahibə götürən. Baxın, mən ciddi oturum, özümü ağır aparım, belə daha ciddiyyətli görsənim hissəsinə girməyin. Çünki könüllülük zaten elə bir şeydir ki, orada siz aktiv, deyib gülən, əyləncəli, pozitiv insan olmalısınız. Negativ ötürən, belə deyim, özünü biraz eqolu aparan insanları məncə ora götürmürlər. Çünki mən orada diqqət edirdim. Kiçik bir müşahidə apardım. Onu deyim ki, pozitiv olmağınız sizin xeyrinizədir. Amma bunun dozasını aşacaq dərəcədə yox. Normal, özünüz olun, gülümsüyün və pozitiv enerji ilə gedin ora. Orada sizdən birinci özünüz haqqında məlumat soruşulur. Özünüz haqqında məlumat verin, CV-nizdə nə varsa, onları danışın, bugünə kimi elədiyiniz fəaliyyətlərdən danışın. Məsələn, mənim bir plusum nədə idi, onu deyim. Mən uzun bir müddət yazıçılar klubunda sədrlik eləmişəm. Mənə ona görə sual sırf sədr olduğum üçün komandanı idarə etməklə bağlı suallar verildi. Məsələn, siz tutaq ki, könüllülükdə hər hansı bir iş görmüsünüz və yaxud da komandanın tərkibində olmusunuz və yaxud da elə sədr olmusunuz. Yəni çalışırlar sizin özünüzə uyğun şəxsi suallar verirlər. Birinci suallar şəxsi olur. Məsələn, məndən soruşuldu ki, komandanda bir problem olduğu zaman və yaxud da hər hansı bir üzv digərlərinə qarşı aqressiv olduğu zaman bunu necə həll edirdin? Mən orada öz cavablarımı dedim. Hətta soruşdular ki, bəs olub belə bir şey? Dedim ki, bəli, filan hadisələr olub və həmin insanlarla bunu həll etmişik. Necə həll etmişik? Onu da soruşurlar. Bilirsiniz burada necədir? Sualdan sual doğur. Qarşılarında kompüter var. Siz onlara cavab verdikcə oradan isə qeydiyyat aparırlar. Düşünürəm ki, xarakteristikanı və yaxud da dediyimiz sözləri yazırlar, bilmirəm. Amma suallar orada hazır vəziyyətdə məncə bir neçəsi var. Çünki mənim danışığıma əsasən mənim suallarımı uzadırdı. Məsələn, mən nə desəm, dediyim cümləyə əsasən sual verirdi. Bu da o deməkdir ki, o sual əvvəlcədən orada yoxdur. Nə qədər sual sözü işlətdim. Məncə siz mənim başa düşdünüz. Özünüz haqqında məlumat verdiniz, onların sizə verdiyi suallara cavabladınız. Sonra gəlir, məsəl üçün, soruşurlar, Formula 1 haqqında nə bilirsiniz?
Bunu çox adamdan soruşublar. 1-2 nəfər var ki, onlardan soruşmayıblar. Amma faydalıdır ki, öyrənib gedəsiniz. Bir plus nəyi yaxşı ki etmişəm dedim. Formula 1 haqqında zaten məlumatım var idi. Yaranma tarixi və sair bunları dəqiqləşdirdim. Sonra mən özümə bir dənə favori oyunçu seçdim. Formula 1-dən. Yəni mənim favım da kimdir və bunun səbəbləri nədir? Həmin adamı araşdırdım. Hətta mən həmin adama Instagramda takib atdım. Görün də. Deməli bu adamın adı Norrisdir. Doğrudan da bu arada Instagram hesabında gənclərlə çox pozitivdir, əyləncəlidir, kontenti çox səmimidir də. Belə insani xarakterlərini dedim. Sonra qalib dedim ki, yaraşıqlıdır. Sonra onun bu ChatGPT-dən də öyrənmişdim ki, sürüş taktikaları necədir. Səmimi danışın, səmimi. Belə nə isə əzbərləmiş, nə isə məcburiyyətdən deyim, həyəcan bürüsün məni, elə eləməyin. Rahat oturun. Sadəcə söhbət eləyirsiniz də, bir dostunuzla Formula 1-də filan kəsi gördüyündə necə oldu? Bu tərzdə çalışın, danışın. Yəni özünüz olun. Mənim yenə bu sualımdan bir sual doğaraq mənə bir yeni sual verdi ki, əgər Norris qalib olmasa, digər komandadan biri qalib olsa, məyus olardın? Bilmirəm, məndə məsəl üçün belə bir şey var ki, deyilən sözün altındakı subliminal anlamı görə bilirəm. Bəlkə də o elə belə soruşdu bunu məndən, bilmək olmaz, amma mənə görə bir psixoloji təhlil o idi ki, mənim tərəfdar olub olmadığımı, hər hansı birinin tərəfini belə bağımlılıqla möhkəm tutduğumu öyrənib öyrənməmək, yəni mənim məyusluğumdan bəlkə də bu ortaya çıxa bilərdi. Mən dedim ki, orada dedim, əlbəttə ki, birinci deyərdim, ay kaş Norris qalib olardı, heyif, amma daha sonra qalib olan adam üçün sevinərdim. Çünki o haqq elədiyi üçün qalib olub. Bu dünyada qazanmaq da var, uduzmaq da var. Əgər biri qalib olubsa, deməli bu onun haqqı idi. Daha sonra sizin dil biliyinizi soruşurlar. Orada hansı dili qeyd eləmisinizsə, həmin dildə sual verəcəklər. Normalda məsəl üçün həmin dildə öz hobbiləriniz, özünüz haqqında məlumat soruşula bilər. Yəni bunu çoxluqla soruşurlar. Mən ingilis dili qeyd etmişdim və orta səviyyədə qeyd eləmişdim. Məndən düşünmüşdüm ki, hobbilərim soruşulacaq, amma elə olmadı. Anidən situasiya sualı verildi. Bu situasiya sualı hamıya verilir. Yəni məsəl üçün filan hadisə olsa nə edərdin? Aha, buradan yenə sual doğa-doğa gedir. Deməli, mənə sual verildi ki, ingilis dilində. Tutaq ki, sən təksən, orada bir iş görürsən. Bir də arxanı döndün ki, ağlayan uşaqlar var, 5-6 nəfər uşaqdılar və valideynlərini itiriblər. Sən nə edərdin həmin an? Düşünün, yəni orada oturub fikirləşməyə zaman yoxdur. Çox düşünməyin. Beyniniz o dəqiqə bir cavab ürətsin və həmin cavabı deyin, sonra da həmin cavaba haqq qazandırın. Elə deyin ki, bu sanki çox gözəl bir fikirmiş kimi. Belə bilirsiniz necə? Düşünməyin ki, mən nə qədər mükəmməl olum ki, onlar məni götürsünlər. Özünüz olduğunuz kimi olun. Məsələn, mənə verilən situasiya sualını mən çox bəyəndim. Niyə? Çünki mən zaten uşaqları çox sevirəm. Elə bir halla qarşılaşsam da, bunun öhdəsindən gələ bilərəm. Həmin an dedim ki, mən uşaqların başını qatacaq bir oyun yaradardım orada. Çünki bu qaçdı tutdu, gizlənbaç oyunları kimi yox. Oradaca elə bir oyun yaradardım ki, onların fikrini toparlayardım. Biz oyunu oynayan müddətdə də mən xəbər eləyərdim ki, valideynlərini digərləri axtarsınlar. Dedi ki, bəs oyunu indi qura bilərsən? Orada artıq mən bunu gözləmirdim həqiqətən. Mən də bilirsiniz nə edim? Biraz vaxt qazandım. Qayıtdım ki, necə yəni? İzah eləyə bilərsiniz? Nə edim? Yəni oyunu indi göstəreyim. Belə sözlər deyirəm. O da mənə deyir ki, məsəl üçün təsəvvür et ki, burada uşaqlar var. O sözləri deyir, mən zaten ona qulaq asmıram. Bilirəm nə etməli olduğumu, zaman qazandım. Həmin an beynimdə düşünürəm də, yəni beynim o qədər sürətli düşünməyə çalışır ki, mən nə edərdim və tapdım. Dedim ki, mən rollara girərək uşaqlara kiçik bir səhnəcik qurardım. Zaten səsimi də dəyişə bilirəm. Onlara maraqlı suallar verərdim. Suallara cavab verərdilər. Qayıdıb dedi ki, mənə o səhnəciyi indi qur. Orada artıq biraz bir 5-10 saniyə dondum fikirləşə. Yaxşı, belə elədim. Yəni çünki bilmirdim nə edeyim. Həmin an mən hekayə yazmalıydım. Orada mən başladım göstərməyə ki, sanki orada uşaqlar var. Deyirəm, mən filankəsəm, mən belə. Uşaqlar sizcə bunu necə qazanmalıdır və s. Bir də incə səslə danışıram, bir də qalın səslə danışıram.
Yəni görərdiniz də, orda teatr eləmişdim oranı. Yəni həqiqətən öz-özümə dedim ki, Leyla sən neynirsən? Öz beynində amma eləməlisiniz. Utanım, çəkinim, yox bunu deməyim və s. elə olmamalıdır. Həqiqətən bütün bacarıqlarınızı ortaya qoymalısınız. Əgər seçilmək istəyirsinizsə. Məntiqli bir cümlə dedim. Dedim ki, məsəl üçün mən uşaqlara orada sual verərdim ki, uşaqlar necə olsun ki, bu qəhrəman pis adamı da məğlub etsin. Uşaqların biri deyəcəkdi, məsəl üçün uçsun, biri deyəcəkdi gözündən lazer çıxsın. Yəni sehrli güclər sadalayacaqdılar belə həvəslə. Və onlar valideynlərini itirdiklərini bir anda olsa unudacaqdılar. Çünki uşaq beyni bizim beynimiz kimi bir şey düşünə bilmir. Bir yerə fokuslanır, o şeyi düşünür. Onların fikrini özümə cəlb eləyərdim. Həmin anda zaten valideyn tapacaqlar. Mən qızın üz ifadəsindən, üzündən bəyəndiyini gördüm. Yəni inşallah ümid edirəm ki, düz görmüşəmdir. Və dedi ki, tutaq ki, olan valideyni gəldi. Baxın, sualdan yenə sual çıxır. Valideyni gəldi, sizə dedi ki, bəs siz necə könüllüsünüz ki, burada uşaqlar itir. Başladı sizi təhqir eləməyə. Nə edərdiniz? Dedim, mən bilirəm ki, o qadın həyəcanlanıb, stres keçirdi. Empatiya duyğusu. Baxın, empatiya çox vacibdir və ön yarğı əsla olmamalıdır. Deyərdim ki, o qədər haqlısınız ki, mən sizi çox yaxşı başa düşürəm. Sizin yerinizdə kim olsa bu reaksiyanı verərdi. Amma siz narahat olmayın. Təhlükə ona görə bu dəqiqə yoxdur ki, biz könüllülər hansımız bu uşaqları görsək zaten eyni şey edərdik. Mən də indi etdiyim kimi. Baxın, onlar gülürlər, əylənirlər, sizi də axtarsınlar deyə rəhbərliyə xəbər eləmişdim. Deyir, əla, qız mənə deyir ki, əladır. Bəs yaxşı, bu valideyn anlayan bir valideyn deyil. Daha da belə biraz aqressiv tipdir. Sizə şiddət uygulamaq istəyir. Üzərinizə anidən hücum çəkir. Həmin an neyniyərdiniz? Mən də dedim ki, mənim belə bir xarakterim var ki, insanın üzünə baxanda, gözlərinə baxanda onun artıq ikinci atacağı addımı təxmin edə bilirəm. Mən biləcəkdim ki, o mənə şiddətə şey eləyir, yəni addım atır. O mənim üzərimə gəlmədən, yəni həmin o hadisəni etmək istədiyi an mən özümü geri çəkib müdafiə eləyəcəkdim özümü. Mən özümü onu döyərək, xanım neynirsiz və s. təhqirlər eləyərək yox, sadəcə özümü geri çəkərək müdafiə eləyərdim. Ancaq özümü müdafiə etməklə də qalmayıb, rəhbərliyə xəbər edərdim. Başqalarını çağırardım ki, gəlib bu məsələyə bir həll yolu tapsınlar. Çünki mən izah elədim, başa saldım, xoş dillə danışdım, anlayışlı oldum və özümü müdafiə etmək üçün ona heç nə etmədim, sadəcə geri çəkildim. Yəni anlayış, səbir burada çox önəmlidir. Və bu da bəyənildi deyə düşünürəm, bilmirəm. Yəni ümid edirəm ki, bəyənilmişdir. Çünki mən həqiqətən istəyirəm bura getmək. Bir də o sual verirlər, ən sonuncu onu deyim ki, soruşurlar bəs Formula 1 niyə burdasınız da? Niyə başqa beynəlxalq layihə yox, sırf Formula 1? Mən də yəni öz Formula 1 haqqında düşüncələrimi dedim. Bu qədər. Bir də onu deyim ki, ingilis dilində mənə sual dediyində situasiya sual verildi. Nə edərdin həmin an? Mən ingilis dilində sadəcə uzun bir cümlə qurdum. Dedim ki, sakit qalmağa çalışardım. Stresli bir vəziyyətin altında bir ani düşüncə formalaşdırardım. Yəni ani plan qurardım daha doğrusu. Sonra uşaqların dili ilə danışaraq onları anlayardım. Nə olub, niyə ağlayırlar deyə. Sadəcə bu cümləni dedim ingilis dilində. Ardını həmin bu müsahibə götürən xanım, bu arada gəncdilər, yəni deyərdim bizlərlə yaşlıdılar bəlkə də və yaxud da bir neçə yaş böyük olanlar. O da Azərbaycan dilinə keçirilirdi. Bu səfər ardını Azərbaycan dilində. Yəni dil hissəsinə çox takılmırlar, amma mütləq dil haqqında bir sual olur orada. Belə. Daha sonra deyirlər ki, bizim sizlə olan müsahibəmiz bu qədər idi və sizə kiçik bir hədiyyəm var. Brolog hədiyyə edirlər. Formula 1-dən təkər brologları, yarış təkərləri. İndi özümkünü sizə göstərəcəm. Və deyirlər ki, ay sonu sizin cavabınız şəxsi kabinetinizə gələcək. Müsbət cavab da, mənfi cavab da gələcək yəni. Mənə verilən brolog belə idi. Qara bir təkər. Mən bəyəndim şəxsən. Bəli, videomuz bu qədər idi. Ümid edirəm ki, sizin üçün faydalı olar. Unutmayın, bədən dilinizi rahat saxlayın. Həyəcana heç bir gərək yoxdur. Pozitiv olun. Özünüz necəsinizsə elə davranın. Yaxşı tərəflərinizi, istedadlı, bacardığınız sahələri ortaya qoymaqdan çəkinməyin. Öz sözünüzü deməkdən, öz düşüncələrinizi bildirməkdən çəkinməyin. Bu mütləqdir. Yəni
özünüz olun. Aşağıdan bəyənməyi, bildirişləri açmağı unutmayın ki, mən təzə videolar çəkəndə girib baxın. Bir də sizdən bir xahişim var. Mən görürsünüz də biraz gec atıram videoları. Düzdür, çox gec atmıram, amma yenə də mən düşünürdüm ki, hər həftə video atacağam. Gec atıram. Əgər mənim videolarımı bəyənirsinizsə, hansı ki, inkişaf yönümlü və ruhsal inkişaf yönümlü, mənə yazın. Deyin ki, Leyla, get video çək, bizə yeni video çək. Bunu məndən tələb eləyin. Mən də hər dəfə sizin yorumlarınızı gördükcə deyim ki, mən gedib video çəkməliyəm. Yəni həqiqətən bu qarışıq iş-gücün arasında istəyirəm ki, YouTube kanalımı da inkişaf elətdirim. Buna görə sizin dəstəyinizə ehtiyacım var. Və abunə olmağı da unutmayın. Çox təşəkkür edirəm ki, mən 2 aydan az bir müddət, yəni 1 ay, bir neçə həftədir ki, bu kanalı açmışam. Artıq 700-dən çox izləyicim var. Bu məni o qədər xoşbəxt eləyir ki, sizin sevginizi qazanmaq mənim üçün çox önəmlidir. Belə bir böyük ailə olduğumuz üçün çox sevinirəm. Ümid edirəm ki, get-gedə sayımız daha da artar. Hər birinizi çox sevirəm. Özünüzə yaxşı baxın. Sağ olun.